Xoş gördük. Bugün biz sizinlə sadəcə quru rəqəmlərdən və qrafiklərdən yox, birbaşa insan psixologiyasından danışacağıq. Bu izahlı təhlilimizdə iqtisadiyyatla psixologiyanın kəsişdiyi, bəlkə də maliyyə dünyasının ən heyrətamız sahəsi olan davranış maliyyəsini kəşf edəcəyik. Bəli, biz puldan danışanda əslində insan beyninin necə işlədiyindən bəhs edirik. Yaxşı, hazırsınızsa, gəlin dərhal başlayaq. Beləliklə, qısa yol xəritəmizə nəzər salaq. Biz tamamilə məntiqli, səhvsiz investor mifini qıraraq klassik maliyyəyə meydan oxuyacağıq. Daha sonra qərarlarımızı formalaşdıran risk nəzəriyyəsini, təhlükəli investor qərəzlərini və maliyyə balonlarını incələyəcəyik. Ən sonda isə portfelimizi özümüzdən qorumaq üçün praktik tədbiqlərdən danışacağıq. Birinci bölmə, klassik maliyyəyə meydan oxuma və bizim o məşhur rasional maşın mifimiz. Bilirsiniz, 10 illiklər boyu dərsliklərdə bizə deyirdilər ki, investorlar tamamilə məntiqli, səhvsiz maşınlardılar. Yəni, emosiyasız qərar verirlər, hər şeyi mükəmməl hesablayırlar. Amma gəlin reallıqla üzləşək. Davranış maliyyəsi sübut edir ki, bazarı əslində bizim duyğularımız, qorxularımız və eyni istiqamətə qaçmağa meyilli olan o kütləvi sürü psixologiyası idarə edir. O kitablarda yazılan səhvsiz, limitsiz arbitraj imkanları isə həyatda çox vaxt məhdud və olduqca risklidir. İkinci bölməmizə keçirik. Risk və prospekt nəzəriyyəsi, yəni insan seçimlərinin arxasındakı əsl reallıq. Gəlin biraz səmimi olaq. Heç minlərlə maliyyə hesabatı, çətin qrafiklər qarşısında qalıb, dərin təhlil aparmaq əvəzinə sadəcə, hə, bu pis deyil, deyib qarşınıza çıxan ilk variantı seçmişsinizmi? Bax, Herbert Simon məhz buna məhdud rasionalite deyir. Bizim beynimiz superkompüter deyil, sonsuz məlumatı emal edə bilməz. Ona görə də biz ən ideal variantı axtarmaqdan yorulub, sadəcə kifayət qədər yaxşı olan ilk qərarla kifayətlənirik. İndi isə çox maraqlı bir məqam. Bizim itki və qazancı olan reaksiyamız sizcə eynidirmi? Qətiyyən. Kahneman və Tversky'nin prospekt nəzəriyyəsi göstərir ki, pul itirməyin verdiyi psixoloji ağrı eyni məbləği qazanmağın verdiyi sevincdən düz 2 dəfə daha güclüdür. Fikirləşin, sadəcə 2 dəfə. Məhz bu itkiyə qarşı nifrət, investorların niyə heç bir ümid vəd etməyən səhmləri bəlkə qalxdı ümidi ilə illərlə əllərində saxladığını tamamilə izah edir. İtkini qəbul etmək insana doğrudan da çox ağır gəlir. Üçüncü bölmə. İnvestor psixologiyası və qərəzlər. Ya da belə deyək, beynimizin o kiçik qüsurları. Qərar vermə proqramımızdakı sistem xətalarına bənzəyən bəzi idrak tələləri var. Hər kəs hara qaçırsa ora getmək, yəni sürü psixologiyası, yalnız onsuz da inandığımız fikirləri təsdiqləyən xəbərləri axtarmağımız və ya tanışlıq qərəzi. Bax, bu 5 əsas qərəz hamımızın hər gün üzləşdiyi, portfelimizi içərdən yeyib bitirən o səssiz qatillərdir. Bəs bunlardan sadəcə biri, məsələn, həddindən artıq güvən, reallıqda nə qədər təhlükəli ola bilər? 2001-ci ildə aparılan bir araşdırma göstərdi ki, özünə həddindən artıq güvənən investorlar digərlərinə nisbətən 45% daha çox ticarət edirlər. Və bilirsiniz, ən pisi nədir? Bu qədər çox alsat etmək əslində onların ümumi xalis gəlirlərini xeyli aşağı salır. Yəni, çox işləmək heç də həmişə çox qazanmaq demək deyil. Gəlin bunu birbaşa reallığa, məsələn, Azərbaycandakı daşınmaz əmlak bazarına tətbiq edək. Təsəvvür edin ki, bir əmlak əvvəllər çox baha satılıb. Bu zaman ankraj, yəni ilk rəqəmə lövbər salmaq, bizi aldadır ki, ondan biraz aşağı qiymət əsl fürsətdir. Halbuki o qiymət hələ də şişirdilmiş ola bilər. Digər tərəfdən isə tanışlıq qərəzi bizə fərqli bazarlara çıxmağa imkan vermir. Sırf ərazini tanıyırıq deyə bütün vəsaitimizi yerli bazara yatırırıq və beləliklə diversifikasiyanı, yəni riski şaxələndirmək fürsətini tamamilə məhv edirik. Dördüncü bölmə, spekulativ davranış və balonlar. Fərdi qərəzlərimizin birləşib makro səviyyəyə, qlobal bazara çıxdığı o təhlükəli an. Təsəvvür edin, eyni psixoloji zəiflikləri olan milyonlarla insan eyni vaxtda bazara daxil olur. Nəticə, kütləvi, fəlakətli maliyyə balonları. Bu dövr həmişə məsum bir optimizmlə başlanğıc mərhələsi ilə yaranır, sonra qiymətlər qalxır və biz euforiya mərhələsinə keçirik. Bu elə bir andır ki, hamı kör-köranə bu dəfə hər şey fərqlidir deyir. Təbii ki, böyük oyuncular, yəni ağıllı pullar, bu ərəfədə mənfəəti götürüb səssizcə çıxır, final isə həmişə eynidir. Panika ilə idarə olunan kütləvi çöküş. Tarix eyni ssenarinin sadəcə fərqli illərdə təkrarlandığını bizə sübut edir. 17-ci əsrdə bir evin qiymətindən baha olan o məşhur Hollandiya laylə soğanları, 90-cı illərdə heç bir real gəliri olmayan, amma astronomik qiymətlərə satılan internet şirkətləri və əlbəttə ki, 2008-ci il qlobal çöküşünə səbəb olan həddindən artıq inamlı ipoteka kreditləri.
Dövrlər və əsrlər dəyişir, amma bu balonları şişirdən o eyni irrasional insan psixologiyası heç vaxt dəyişmir. 5-ci və sonuncu bölməmiz – praktik tətbiq. Yaxşı, bəs biz özümüzü bu irrasional beynimizdən necə qoruyaq? Artıq bilirik ki, bazar heç də mükəmməl deyil. Bəs aktivlərimizi necə müdafiə edək? Çox konkret addımlarla. Məsələn, o təhlükəli təsdiq qərəzinə qalib gəlmək üçün oxuduğunuz materialları şaxələndirin. Təkcə fikrinizlə üst-üstə düşənlər yox, əks arqumentləri də araşdırın. Bazarın dalğalanmalarında emosiyalarınızı boğmaq üçün isə sabit məbləğlərlə davamlı investisiya etmək kimi uzun müddətli sistemlər qurun. Beləcə öz psixologiyanızın zəif nöqtələrinə qarşı aktiv bir sipər çəkmiş olacaqsınız. Bugünlük isə bu qədər, amma ayrılmazdan əvvəl sizi öz həyatınızda təhlil edəcəyiniz bu sualla baş-başa buraxmaq istəyirəm. Bir düşünün, öyrəndiyimiz bu qərəzlərdən hansı bugünkü o dəli kriptovalyuta dalğalanmalarını və ya yaşadığınız şəhərdəki məntiqsiz ev qiymətlərini idarə edir? Və ən əsası, elə bu dəqiqə siz öz portfelinizdə hansı psixoloji qərəzin qurbanı olursunuz? Bu mövzuda mütləq düşünün. Bu izahlı təhlilimizə vaxt ayırdığınız üçün təşəkkürlər. Növbəti görüşlərədək.